yenə də hər şeydə açar Fatimə Zəhra salamullahi əleyha olduğuna görə hər şeydə açar xanımdır. Bu mövzuda da açar Fatimə Zəhradır. Nisaəna qadınlar cəmdir. Nisa qadınlar. Allah Peyğəmbərə nə əmr eləyir? Meydana cəm aparmalıdır. Allahın əmridir də, özü də fərdi məsələdir. Dinlə din arasında qılınc davası yox, kəlmə davası gedir. Sən də deyirsən, mən Allahı təmsil eləyirəm, Peyğəmbər tərəfi də deyir ki, mən də Allahı təmsil eləyirəm. Sən deyirsən ki, siz yalancısız böyüyüzdən kiçiyüzə qədər, biz deyirik, yox, İsa haqdır, Tövrat, İncil haqdır, İsa aleyhissalam Allahın rəsuludur, bunlar hamısını etiraf eləyirik. Yəni, sizin dininizdən nə isə inkar etmirik, amma siz bizim dinimizin hər şeyini inkar eləyirsiniz ki, böyüyüzdən kiçiyüzə qədər hamımız yalansız. Həll yolu nədir? Mübahilə. Qadınlar aparacaqsan, ey Peyğəmbər. Peyğəmbər neçə qadın aparıb meydana? Allahın əmrinə itaət eləyib, ya asi olub? Zahirən asi. Kəlməyə baxanda Allah cəm istəyir. Ərəb dilində, başqa dillərdə bilmirəm var ya yox, belə bir məsələ də var. Kəlmə cəmdir, təki yoxdur. Kəlmə cəmdir, nisa. Təki yoxdur. Öz cinsindən sı, bu elə bir hərflər istifadə olaraq təki yoxdur. Məsələn, deyirəm ki, kutub kitabın cəmidir. Təkisə nədir? Kitab. Əqlam, qələmlər, qaləm kəlməsinin cəmidir. Yəni, öz cinsindən təki var. Cəmin təki nədir? Var. Amma nisa kəlməsi cəmdir, təki yoxdur. Və başqa kəlmələr var, təki var, cəmini düzəltməyib ərəb. Yoxdur ərəb dilində o kəlmənin cəmi. Nisa kəlməsi istifadə olunur. İxtilaf yoxdur ki, bu qadınlar deməkdir. Allah qadınlar istəyir, Peyğəmbərsə ora bir qadın aparır. O da Fatimə Zəhra salamullahi əleyha. İndi Peyğəmbər asidir ya muti' itaətkardır. Kəlmənin zahirinə qalanda düz eləməyib. Niyə? Allah deyir, cəm, sənsə tək aparırsan. Hələ o birisilərlə işim yoxdur. Ərəb dilində başqa bir durum da var. Mufrəd, musənna, cəm. Mufrəd tək deməkdir, musənna ikilik deməkdir, cəm deməkdir. Bizim Azərbaycan dilində ikilik anlayışı yoxdur. Yəni, ikiliyi ifadə eləyən isim, cərgəmiz nədir? Yoxdur. Məsələn, ərəb dilində deyirəm, qələm, bir qələm, qələman, iki qələm, əqlam, ikidən artıq. Yəni, ikini ifadə eləmək üçün ismin sonuna əlif və nun gətiririk. Şəcərə, bir ağac, şəcərətan, iki ağac, əşcar olacaq nə? Cəmi. Rəcul, bir kişi, rəculan, iki kişi, rical olacaq nə? Cəmi. Məscid, bir məscid, məscidan, iki məscid, məsacid olacaq nə? Məscidlər və bu cür nə? Yüzlərlə isimlər. Qaydadır. Təkin öz forması var, ikiliyin öz forması var, cəmin də öz formaları var. Vəzin və babları var. Ayədə hamısı cəmdir. Bax, diqqət eləyin. Deməli, əbna cəmdir. Evladlar. Nisa cəmdir. Qadınlar. Ənfus cəmdir. Nəfsin cəmi. Hamısı cəmdir. Amma meydana cəm getməyib. Neçə uşaq gedib? 2. Amma ən azı neçə nəfər olmalıydı? 3 və 3-dən artıq. Qadın 1. Ən azı 3 və 3-dən artıq getməliydi. Ənfus, Peyğəmbər və Həzrət Əli 2, buna deyilir təsniyə, amma kəlməsə nədir? Cəmdir. Yəni, Allah deyir, əbna
cəm, Peyğəmbər ora ikisini aparır. Allah deyir nisa, cəm, qadınlar, Peyğəmbər ora birini aparır. Allah deyir ənfus, kişilər və yaxud özümüz, cəm, orada nədir? Təsniyə aparır, ikiliyə aparır. Yenə deyirəm, Fatimə Zəhra salamullahi aleyhanın üstündə dayanaq mövzunu həll edib xətm eləyək. Fatimə Zəhra salamullahi aleyha hər şeydə açar və həll ondadır. Haqq batılı seçmək istəyirsənsə, Fatimə Zəhranın tərəfindədir. Deməli, əgər desək ki, cəmə hələ cəm getməli idi, bu həm Quranda, həm Peyğəmbərin əməlində müşkül yaradır. Alimlərimiz nə deyir? Deyirlər ki, Fatimə Zəhra bütün ümmətin qadınlarını neynir? Təmsil edir. Çünki Fatimə Zəhranın vaxtında Seyyidət Nisa, bütün qadınların seyyidəsi kim idi? Xanım Zəhra idi. Onun gəlişi bütün qadınları neynir? İndi məsələn, sadə bir misal vurum da, məsələn, hər hansı bir ölkəni təmsil eləmək üçün ora bütün kəndlər, şəhərlər, adlı sanlı adamlar hamı gedir. Xarici İşlər Naziri gedir. Xalqın, bütün o xalqın sözünü neynir? O çatdırır. Bir nəfər gedir, hamının adından nədir? Çıxış eləyir. Quranda da bu öz əksin belə tapır. Bütün qadınları Fatimə Zəhra təmsil eləyir. Bütün uşaqları Həsən Hüseyin təmsil eləyir. Və bütün kişiləri də Peyğəmbər və Həzrət Əli əleyhissalam təmsil eləyir. Əgər belə deməsin, deməli Peyğəmbər Allahın əmrinə nə olub? Asi olub. Allah cəm istəyib, Peyğəmbər ora tək və ikili yaparıb. Bu da ərəb dilində alınmır. Allaha and verirəm, İzzət Cəlalına xatir gələn günlərimizi xeyrə calasın. Allah Teala Əhl-i Beytin sevgisini qəlbimizdən silməsin. Allah Teala Əhl-i Beytin şəfaətin, ələl-xüsus İmam Həsən əleyhissalamın şəfaətini qiyamət günü bu cəməyə qismət eləsin. Allah Teala şəhidlərimizi qəriq-i rəhmət eləsin. Allah Teala vətənimizə əmin-aman qərar versin. Allah Teala özü gələn günləri xeyrə calasın. Allah Teala məzlumlara yardımcı olsun. Duaların qəbul müstəcab olması üçün, əskərlərimizin salim, qanim ailələrinə qovuşmaları üçün Peyğəmbər və Əhl-i Beytinə salavat çəkir.